Bizim bir tanış adam vardı. Onlar haval maşını alıb. Çox məşhurdur bu dəqiqə. Çox qəşəng də maşındır. Pis maşın demirəm. Əla maşındır. Mənim xoşuma gəlir. Sadəcə olaraq o məndən soruşanda ki, mən deyirəm gedirəm servisdə yağı dəyişirəm Hyundai-ın. Deyir neçəyə dəyişirsən? Deyirəm ki, dəyişirəm 85 manata. Ha, deyirəm sən neçəyə dəyişirsən? Gördüm biraz nəsə duruqdu. Deyirəm sən neçəyə dəyişirsən? Deyir 200 manata. Bəli. Deyirəm o sən nə dəyişirsən? Sən Mercedes sürürsən, nə sürürsən sən? Şey dəyişirsən. Düz indi Mercedes olur biraz şey olsun ama yenə də. Yəni o deyil, yəni o eyni oyunçular deyil, amma servisdə sən şey eləyirsən, ucuz alsan burada, servisdə ucuzsan. Bəli. Çox bu məsələlər var. Çox gözəl dediniz. İndi mən bir Azərbaycanlı olaraq Kitay maşını ala bilərəm, ala bilərsən. Onu 10 il sürə biləcəmmi? Bu birinci sual. İkinci sual, mənə servisin rəsmiliyini göstər. Üçüncü sual, mənə göstər görüm mənim nə qədər xərcim çıxacaq.